o Allah'ımıza and olsun ki mən sürdüyüm avtomobilin arxa bağaz yeri deyilən şeyi kapotu var. Ben anlaya bilmedim. Onlara verilipti o et. Yok o Cəllabadda paylanıb qazilərə. Bunlara o qurtlanmış ətdə verilmədi. İcra nümayəndəsinə mən zəng elədim. Dedim bəs Nahidə niyə verilmədi? Axı bu da qamət də Nahid deyilsə də bunlar da qazidir. Dedi ki Samədim yazılmışdı. Paylanan vaxt zəng gəlindi ki onların üstünə qırmızı xətt çək. Sıradan sildilər sizin uşaqları. Mən avtomobilimin arxa bağacın deyilən şeydi. 100 manata, 80 manata bulan satmaq olayı. Allah'ımıza and olsun ki vicdanım yol vermedi. Onu sattım. 15 manatlık aldım bağladım. Onu 70 manata sattım. O kalan 45 manat 50 manata gittim olarak 2 kilo. Bu 2 gördüğünüz körpüye ben ət aldım getdim ki qonşularda kabab çək eləyik bizim o Qurban Bayramı günü də. İyi dərəcə uşaqlar pis olar. Ben heç bir vicdanıma sıkıştırmadım. Ağ rəydə kapotu sattım. Vişnə rəngində köhnə bir kapot aldım, bağladım ona. Gör İlham Əliyev nədən ləzzət alır? Ay bəniz xanım, Cəmalə xanım. Görün bu adam tarixdə belə bir qəddar, Xudayar bəy dövründə belə bir təşkilat olmayıb ha. Belə bir insan, belə bir hakimiyyət, belə bir diktatör dünyaya gəlməyib. Mən tanımıyorum, heç Bəşər Əsədi buna uyğun gətirməyəm. Mən şəxsən məsələn qazi olmayı komşum olsun, Toba evimizde yemek pişirip dağıttı iyili yemekler de siz de bağışlayın yoldaşıma gelmeyeceğim birden yoldaşı olmaz komşuya da bir əlatı gör şeyləsə ondan bir balaca qabcad ver. Bu gör nətər insandı o. Məni sən də bağışla. Belə müxalifəm, pisəm, yavıyəm, ya pis adama fikrim beğenilmezdir. Bu adamlar Kəmalə xanım demişler, siz demişler mesela 3 qazi sənin verdiği fərman altında Kəmaləddin Heydərov oğlun ölkədən qaçırdı və yanındakı o alabaşlar, iri buynuzlu qoyunlar, keçlər, balaların ölkədən qaçırdanda bu 3 körpə sənin fərmanını verdiği fərman altında gelip diyor ki sen 1 kilogram qurtlanmış atı bunlara vermeysən, sen nədən ləzzət alırsan, sen qazının ölümündən ay İlham Əliyev ləzzət alırsan, kef edirsən. O insan var ya vampir kimi insan eti yer. Sen bu qazilərin ölümündən ləzzət alırsan. Bunu ben qorxmadan, çəkinmədən deyəm. Çünkü real həyat yaşayanlar. Canlı həyat yaşayanlar. Gözümün qabağında gene qonşu desə, gene kimsə desə inanmaram. Qardaş, mənim gözümün qabağında Beyləqandan aktif döyüş keçirmiş bir Nizaməddin adında qazimiz ne kadar bağırdı ve köməkli eləmədilər. Atamın görək bu benzin gözünü yandırdı. Efirlərin birində paylaşmışam ben. Ha mənim üst körpəm bu dəqiqə sənin Əli Nağıyevin gürovluğundadır. Vəkil andı şeydəylə 40 ildir mən vəkil işləb Saməddin. Düzdür, şərrənmə görmüşəm. Qubadibadoğlu'nun səviyyəsində. Amma ona da bir don gezdirmişlər də yalanlar şahid, yalandan evindən nələ çıxma. Sənin balonda o da yoxdur. O da yoktu. Onda bu nətər şeydir. Xudayar bəy kimi deyirsən hökm belə olmalı da. Belə diktatör olmaz ki. Belə hakimiyyət idarə eləmək olmayır. Sen de insanları cehennem nedine koyupsan. Senin deputatın sərsəm damçayı. Bu gör ne kadar söğüş getir. Onun atasını görüp söydüler. Kadın da olsa yanına it bağlayırlar, donuz bağlayırlar. Ve bu hakimiyyətin yanında yer alır. Benim yanında yer almaya bak. Ben deputat təyin eləmir ki, o deputat ki seçilmeyi təyinat olayı, İlham Əliyevə rüşvət verib təyinatını alayı, bu belə də danışmalıdır. Ben o deputata haqq kazandırıyam. Bəli, düz danışırsan. Bu milletin ne kadar ünsüz yeri var. Çünkü bu millet bu zulme dözməməliydi. Amerikalı jurnalist Amerika'da sual verir ki, senatdaki Azərbaycanda vəziyyət yamadı. Deyirsizliyən səviyyə dostuydu, o xalq qalqardı. Bilmək ki, bu milleti zaman zaman yükləyiblər. Bu milleti uzun iller yükləyiblər. Bəyəxdən Kəmalə xanım açıq şəkildə dediğini çox səviyyəli şəkildə dedi. Bəli, bu düşüncə, bu elim İlham Əliyevin yox, Heydər Əliyevindir. Bu halkı zaman zaman ele yükleyip ki bu halk ele bilir ki yaşayış ele böyle olmalıdır. Bu halk ahit görmeyip yüksek yaşayış. Buna imkan vermeyip göz açmağa. 5-6 gün bir il hakimiyette olan halk cəhbəsin az kalayla yüzillerin problemin onun başına yükleyerler. Kardeş bir ilde o eləmədi ki 30 ilde sana bu ülkenin bütün servetini taladın. Çok karın yedin, gazın yedin, neftin yedin. Sen de bak nəvələrim, mənim balalarım döyüşə gelip cəza seçmə müəssisəsində qalır. Sənin nəvələrin, Yahudidən əmələ gəlmə nəvələrin az qalır Azərbaycanın yardan çoxun alan.
Buna ne kadar hak kazandıra ilameliyim. Sen ne demek istəyirsən? Niye demək istəyirsən sen? Elə bundan sonra kes bu qazilərin ətindən kebab çək yerə, ha? Bak bu en yaxşısı budur, qardaşlar. Kes mən balamın başına keçəyəm Qazanxan kimi. Kes mənim üç balamın üstündə başı ətindən kebab elə ye. En lezzetli şey oldu bak. Mənə bax, sən üç balam tutmağına görə isə mən sındıra bilməyəcəm. Arvadı bu da tutma sındıra bilməyəcəm məni. Sındır, çünkü bilirsən nə tərdir? Onsuz da biz deyirsən, xalqı qeyrətli, mən cəsur balaların Röşən Cavadov səviyyəsini öldürübsən. O qədər oğullarından ağzına gül atıbsan, elə bilirsən kəsilmir. Onlar ölüb, biz varıq, biz ölüb. Mən öləcəyəm. Məndən də qeyritsiz çıxacaq ortalığa. Məndən də vicdanlısız çıxacaq. Məndən də namussuz çıxacaq. Belə eləyə bilmərsə...